Salam. Deməli, biz tənlik barədə təməl biliklər keçəcəyik. Tənlik. Tənlik məchulu olan bərabərliyə deyilir. Yəni, tənlikdə bilinməyən bir ədəd olmalıdır və biz onu tapmalıyıq. Yəni, dəyişəni var. Dəyişən nə deməkdir? Yəni, onun yerinə ədəd qoymaq, ədədi tapmalıyıq. Məsələn, birinci toplamadan başlayaq çox sadə şəkildə. Toplamaya aid tənlikləri bu videoda öyrənəcəyik. Birinci ən əsası nə öyrənə bilərik? Nümunələr əsasında göstərəcəm. Məsələn, 17 üstəgəl x, x-in yerinə başqa hərf də ola bilər. Bərabərdir 46. Baxaq, x-i necə tapa bilərik? X-i tapmaq üçün yazırıq. Məchul toplananı tapmaq üçün məchul toplananı siz aşağıdan da yaza bilərsiniz. Tapmaq üçün özünüz yazın, ardını mən deyirəm, qısa yazacağım ki, vaxt getməsin. Tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Məlum toplananı çıxırıq. Bu nə deməkdir? Məchul məlum nə deməkdir? Bu məlumdur. Məlum. Çünki bilinir. Məlum nə deməkdir? Bilinən deməkdir. Məchul nə deməkdir? Bilinməyən deməkdir. Yəni, biz burada məchulu tapmalıyıq. Cəmdən, cəm budur. Cəmdən məlumu çıxırıq. Baxın, qaydamızda da. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı nə edirik? Çıxırıq. Yəni, 46-dan 17-ni çıxırıq. X bərabərdir. 46-dan 17 çıxanda bilirik ki, 29 qalır. Bu qədər sadə. İndi bir dənə də nümunə verək. Uşaqlar, burada biz bunu belə də yaza bilərik. X üstəgəl 17 bərabər 46. Bilirsiniz də, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni, biz bundan bunu da çıxsaq, eyni cavab alacağıq. Yəni, məsələn, biz bura 29 qoyduq, ha? 17 üstəgəl 29, 46. 29 üstəgəl 17, yenə 46. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Vurmada da belədir. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. Məsələn, 4 vur 6, 24 eləyirsə, 6 vur 4 də 24 eləyir. Amma çıxma ilə bölmədə belə deyil, ha? Çıxma ilə bölmədə fərqlidir. İndi baxırıq. Burada necə bunu elədikdə bu eyni şeydir. Məsələn, bunun yerinə başqa ədəd yazaq. Nə yazaq? Bura yazaq eyni. Mənim yazdıqlarımı dəftərinizə yazın. Daha yaxşı yadda qalacaq. Məsələn, deyirəm ki, A qoyaq bu dəfə. A üstəgəl 33 bərabərdir 104. Biraz hər rəqəmləri də, ədədləri də böyüdürəm. Eyni şeydir, yəni qorxmağa ehtiyac yoxdur. İndi baxırıq. Qaydamız nə idi? Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Bu dediyim məchuldur, çünki bilmirik. Məchul. Bu dediyim məlumdur, çünki bilirik. Bu isə cəmdir də, bunu yəqin ki, bilirsiniz. Cəmdən 104-dən çıxırıq məlumu. Məlum 33-dür. 104-dən 33 çıxanda bilirik ki, 71 qalır. Bu qədər. Çox sadədir. Biraz bunun qəlizləşmiş versiyasına keçək. Məsələn, əslində qəlizləşmiş deyil, çox sadədir elə bu da. Məsələn, deyirəm ki, M üstəgəl 10 bərabərdir 57 çıx 19. Bu tip misallar, tənlikləri həll eləmək üçün burada biz bunu hesablaya bilərik də, elə deyil. M üstəgəl 10 olduğu kimi qalsın. Bunu hesablayıb sadələşdirək. 57-dən 19 çıxanda neçə eləyir uşaqlar? 38 edir. Əla, indi tənliyimiz sadələşdi. Yenə baxırıq. Bu nədir? Məchuldur, bilmirik. Məchul. Bu məlumdur, bunu bilirik. Bu isə cəmdir. Məchul toplanan, məlum toplanan cəm. İndi məchulu tapmaq üçün, yəni M-i tapmaq üçün nə etməliyik? Cəmdən məlum toplananı çıxırıq. 38-dən 10 çıxırıq. M bərabərdir 28. Cavab 28.
Biraz bunun qəlizləşmiş versiyasına keçək. Yəni qorxmaq lazım deyil. Məsələn, 2x üstəgəl 5 bərabərdir 21. Əgər yuxarıdakıları başa düşdünüzsə, bunu da başa düşməyiniz rahat olacaq. Əgər başa düşmədinizsə yuxarıdakıları yenidən baxın. İndi baxırıq bura. Toplanan məchuldur ha. Bilmirik çünki məchul. Məlumdur bu. Bilirik bunu. Məlum toplanan cəm. Burada toplanan sözünü yazmıram da. Özünüz bilirsiniz. Toplanan cəm bizim toplamanın komponentləridir. Məchul toplananı tapmaq üçün 2x bir yerdədir. 2x 2 vur x deməkdir də, bilirsiniz. Prosta qısa olaraq 2x deyirik ki, tez olsun. Məchul toplananı tapmaq üçün yazdım bərabərdir. Neyinirdik? Qaydamız nə idi? Məchul toplananı tapmaq üçün cəmlə məlum toplananı çıxırıq. 21-dən məlum toplanan neçədir? 5. 5-i çıxdıq. 2x bərabərdir. 21-dən 5 çıxaq. Neçə eləyir? 16 eləyir. Gəlirik bura. İndi burada bizdə başqa komponent yarandı. Vurma. Toplamada olanı bildik. Cəmdən çıxırıq məlum toplananı. Amma vurmada belə deyil. Məchul vuruğu tapmaq üçün yazıram. Məchul vuruğu tapmaq üçün bunu qeyd edək. Tapmaq üçün hasili bilirsiniz də, toplamada cavab cəmdir, amma vurmada hasil adlanır. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. Məlum vuruğa bölürük. Toplamada çıxırdıq, burada bölürük. Vuruğa bölürük. Bu bizim əsas qaydamızdır. İndi baxaq burada məchul hansıdır, məlum hansıdır. Vuruq. Vuruq hasil. Bu vurdu da ortasında vurdu. Ortasında vurdu. Bu məlumdur. Çünki bilirik. Məlum. Bu məchuldur. Çünki bunu bilmirik. Bu da bizim hasilimizdir. Qaydamıza baxırıq. Məchul vuruğu tapmaq üçün nə etmək lazımdır? Hasili, hasil 16-dır. Məchul vuruq x-dır. Hasili məlum vuruğa bölürük. Böldükmü? Əla. 16-nı 2-yə bölməyi bilirik. Yəqin ki, cavab 8. Bu qədər. Çox sadədir. Məsələn, gəlin birində işləyək. 4 üstəgəl 2x bərabərdir 18. Burada da. Yəni, bunun yerinə 2x plus 4 bərabər 18 yazsam, eyni həll olunacaq. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Hələlik biz bunu həll edək. Yəni, baxırıq burada. Yenə toplanan cəm. Məlum toplanan məlumdur, bunu bilirik. Bu məchuldur, bundan xəbərimiz yoxdur, tam bilmirik nədir burada. Bu da bizim cəmdir. Məchulu tapmaq üçün nə etmək lazımdır? Cəmdən məlumu çıxırıq. Məchulu tapmaq üçün məchul budur. Cəmdən məlumu çıxırıq. 2x bərabər 14. Yenə vurma. Vurma tənliklərini necə tapırıq bu vurmada? Bu məlum vuruğumuzdur. Məlum vuruq. V yazırım. Bu məchuldur, bilmirik. Məchul vuruq. Bu da bizim hasilimizdir. Bu v'dır. Vuruqda, yəni qısa yazdım ki, şey olmasın. Hasilimizdir, bunu da bilirik. Qaydamız nə idi? Baxırıq qaydamıza. Məchul vuruğu tapmaq üçün hasili nə edirik? Məlum vuruğa bölürük. Hasil, məchul vuruğu tapmaq üçün, x-i tapmaq üçün hasili 14-dür. Bölürük məlum vuruğa 2-yə. Yəni biz 2-ni nəyə vursaq 14 eləyər? Təbii ki, 7-yə vursaq 14 eləyər. Əgər siz tənliyinizin doğru olub olmadığını yoxlamaq istəyirsinizsə, tapdığınız cavabı gətirin qoyun tənlikdə yerinə. 7 tapmışıq da eləmi? Bu yerinə 7 qoyaq, beynimizdə qoyaq, burada qoymayaq. 4-ün üstünə vurma, birinci vurma həll edir. 2-ni 7-yə vuraq 14 üstə. 4-ün üstünə 14 gəlirik. Neçə eləyir? 18 deməli düz tapmışıq. Bunları silək, bunu elə belə yoxlamaq üçün. Deməli düz tapmışıq. İndi bir dənə də nümunə verib yekunlaşdıracağam. Məsələn, m üstəgəl 10 bərabərdir 40. Çox sadədir. Burada baxırıq. Bu 1 m deməkdir, bu da 1 m-dır.
M-nın üstə m gəldi neçə eləyir? 2m. Yəni 2 vur m. 2 dənə m. Yaxşımı? Bərabər. Üstə gəl 10 bərabərdir 40. Yəni bunun yerinə m-in üstünə m gəldi 2m yazdıq. Üstə gəl 10 bərabərdir 40. Bunu həll edə bilərikmi? Toplanan cəm. Bu məchuldur. Məchul toplanandı, bilmirik. Bu məlum toplanandı. Bu da cəmimizdir. İndi gələk. Məchul toplananı tapmaq üçün nə etməliyik? Cəmdən məlumu çıxmalıyıq. Məchul toplananı tapmaq üçün cəmdən çıxırıq məlumu. İndi 2m bərabərdir 30, m bərabərdir. İndi biz bu vuruğu tapmaq üçün, bu vurmadır da artıq 2 vur m. Bu məlum vuruqdur. Bu məchul vuruqdur çünki bilmirik. Bu da hasildir. 2-ni biz nəyə vursaq 30 eləyər. Bunu necə taparıq? Məchul vuruğu tapmaq üçün hasili bölürük məluma. 30-u bölürük 2-yə. M bərabərdir. 30-u 2-yə böləndə, çubuqlu böləndə 15 edir. Bu qədər. Çox sadədir. Yerinə qoyub yoxlasanız da 40 alınacaqdır. Bu qədər.